Mədət Quliyevin, Heydər Əliyevin killeri, penitensiyar xidmətin reisi, sonra Milli Təhlükəsizlik Naziri, DTX oldu oranın reisi, sonra Müdafiə Sənaye Naziri, sonra da prezidentin köməkçisi, yəni baş nazirin köməkçisi, Heydər Əliyevin götünü qoruduğu üçün Heydər Əliyevə killeri elədiyinə görə cəbhənin üzünü görməyib, müxalifətə divan tutan, Heydər Əliyev üçün yüzlərlə, minlərlə adamı öldürən, killeri eləyən Mədət Quliyevə milli qəhrəman adı verir. O milli qəhrəman medalı var, qoyacağım onun içimə, deşəcəm onun sənədini də. Deyəcəm, soxun bunun içinə. Soxun bunun içinə. O milli qəhrəman şeyini götürəcəm o. Heydər Əliyev verdiyi milli qəhrəman sənədi var ha şeyə. Nədir o milli qəhrəman medalı, mədət. Onun bayrağını aralayacağım oradan, bayraq müqəddəsdir. O medalı belə şeyimə vurub tullayacağım. Elə bir şeyimə vuracağım, elə tullansın 1 metr o yana. Rövşən Əkbərov harada qəhrəmanlıq elədi? Milli qəhrəman. Mədət Quliyev harada qəhrəmanlıq elədi? Milli qəhrəman. Bu kəməni bağlayan milli qəhrəman. Yox, bir qıllı qəhrəman. İlham Əliyev dədəli babalı. Babası 1-ci Dünya müharibəsindən qaçdı. Dədəsi Heydər Əliyev 2-ci Dünya müharibəsindən qaçdı. Özü də Qarabağ müharibəsindən. Dezerti nəsli dezerti. Bunlar dənizdə xidmət eləyib miçman, quruda xidmət eləyib çavuş rütbəsi almayan yaramazdır. Bunların mıxa sürtüləsi bir ağlı yoxdur. Değerli vətənlərim, değerli soydaşlarım. Mədət Quliyev. Option, 1 saatdır bunun orden və medallarını, 1 saatdır bunun vəzifələrini sayıram. Hələ cəmaatın arvadını boşaltdırdı. Özündən 26 yaş balaca arvad aldı. Öz arvadı da öz muavini Robert, nədir, bəylərin Roberti. Bəyləri də unutma bəyləri. Bəylərin Roberti çaldırırdı arvadını, bu da gəl dodaqlarından öpürdü. Bunlar danışmayı çirkab, ilcək, haysiyyətsiz, cibriyyətsiz, bununcu, başı sürtülmüş Mədət Quliyev imiş. Eşək qaylanda, adam eşək qaylanda, eşək minənə bir mədət deyərlər. Şərəfsiz köpək oğlu. Buna, gədə də buradadır, gədə, desəxə. Bığına, bığı da var bunun, pişik bığı var. Buna, onu arvadan kim qucaqlayıb, hə? Arvadan kim qucaqlayıb, hə? Bana görə bunu kim qucaqlayıb, arvadan? O da arvadan da qucaqlayıblar, bax. O araya girdisə öləcək bunlar. Nədir o? Nurandır, nədir o? Nurandır, yoxsa öldürəndir, nədir o? O oradadırsa, vəssalam, bu il Mədət öləcək. Bu il Mədət öləcək. Tutardı getdi. Ay buna bax, qolunu qırdılar, bunun da basıb qolunu qırıb, it balası kimi döyüb qolunu qırıblar, bax, it balası kimi döyüb. İndi bunu kim döyüb qolunu qırıb, bunu da deyərik yəqin ki. Buna bax, buna bax. O gün baxıram, gitara çalır, nağarır. Hansı şalvarın zamokunu aşağı gidir, Mədətin başı belə çıxır oradan. Bu neymiş elə? Bunu kim döyüb bu uğraşın qolunu qırıbdır? Mədətin. Mədət Quliyevin oğlu vəzifədən azad edilir. Buna bax, Leyla ilə yalaşırmışlar. Oğul oxlanmış boyun yerə soxunmaya. Oğlum var, oğlum var. Buna bax, heç inanmıram Mədətin oğlu ola. Buna bax, qız oxşayır, bu. Bunda qız gözəlliyi var, hə. Bu Petoqdur, bilmirsin, bütün Azərbaycan bilir Mədətin oğlu Petoqdur. Buna bax, Petoqdur. Ala bax, mayor da, buna mayor vermişdilər, mayor, minbaşı. Mədətin oğlu, Mədət, oğlumla bir yerdə gəl minbaşı. Buna bax, buna bax, bunun oğluna bax. Gəlin hələ bir görək Mədətdən bir-iki ilə məlumat deyim sizə. Mədət Quliyevin oğlunun lüt şəkilləri yayılıbdır. Onun oğlu geydir. Bunu bütün Azərbaycan yuxarı təbəqə hamısı bilir. Mədət Quliyev də deyir ki, oğlumun gey olmağı ilə fəxr edirəm. Elə prezidentdə də biraz geylik var. Bir zamanlar Mədət Quliyev ilə Elçin Quliyev şəhərdə şortik maykada şou göstərirdilər, şou verirdilər. İki güc strukturunun rəhbəri başlamışdılar şoumenliyə. Şəhərdə şortikdə qaçırdılar, velosiped sürürdülər, yoga edirdilər. Belə şouları Əliyev görüb, axırda İlham Əliyev təngə gəlib, İlham Əliyev bezib bunlardan. Əsəbindən Elçin Quliyevi və Mədət Quliyevi çağırıb yanına. Nəyi var çırpıb, yıxıb yerə təpikliyibdi. Deməli, İlham Əliyev təpiyin altına salıbdı. Həmin vaxtda da Əliyev onu elə döyür ki, elə şillə təpiyinin gücünlə mələdir ki, Mədətin qolu qırılır. Elçin Quliyevin də qulaq pərdəsi partlayır. Həmən gündə Mədətin vəzifədən çıxarırlar, əmrini verirlər. Dövlət Təhlükəsizlik Xidmətinin işçiləri bugün Əlin Ağayevin başına and içirlər ki, indi adam kimi işləyirik. Yəni işçilər indi Əlin Ağayevin başına and içir ki, biz indi adam kimi işləyirik. Deməli, Mədət Quliyev DTX-nın başında olan vaxtlarda başımıza min oyun açırdı. İşimizi gücümüzü atıb ancaq şortiklə qaçırdıq.
dar şalvar geyindirirdi Elçin Quliyevlə. Elçin Quliyev də biraz şey var ha. Dar litus kimi idman şalvar geyindirirdi, dar deyib bədənə yapışmalıdır. Şeyi qabağa çıxsın, o Mədət şeylərdən kayf alır. Mədətin özünə bir tərəf getir. Deməli, yoga edirlər. Mədət Quliyevin oğlu Murad Qulibəyli, Murad Qulibəyli adı var. Mədət Quliyevin oğlu Murad Qulibəyli uzun müddətdir ki, geydir. O əvvəllər polis mayoru olubdu. Neçə ay öncə polisdən çıxartdılar. Polis şöbəsində onu qayırmayan adam qalmamışdı. Özü istefa verdi. Bildi ki, nazir məni sıxır. Bildirdi ki, nazir məni sıxır. Bugün Murad Qulibəyli gey fotolarını yayıbdı və bildirib ki, atam mənimlə fəxr edir ki, və açıqca yazıb, atam mənimlə fəxr edir ki, mən geyəm deyə. Mədət Quliyev hazırda Prezident Aparatının Təhlükəsizlik Şurasının rəisi Ramil Usubovun mavinidir. Mədət özü də geydir. O, Ramil Usubovla görüşür, Ramil Usubovla əmişir. Ramil Usubovla çox vaxt bir yerdə, bir maşında Ramil Usubovun maşını evə işə gedirlər. Maşının nömrəsi də 10PA, Prezident Aparatı 10PA 502 nömrəli BMW-də öpüşə-öpüşə bir-birinin şeyinə liyə gedirlər. Qoca göt verənlər. Mədət Quliyevin oğlu geydir. Trump da trans geylərə qarşı çıxdı. Trump trans geylərə qarşı çıxdı. İlham da Trump'ı dəstəkləyir. Mədət də Trump'la İlhamın acığına oğlunun gey olduğunu reklam edir. Budur bax, bu maşında əmişirlər. Maşın nömrəsinə baxın. Bu maşında əmişirlər, baxın. Mədət Quliyevdən Ramil Usubov, baba burada bir-birinin şeyini oynayan nömrə də yaxşı düşmür. Yekələndirim da andıra qalmış. Nəysə, görək düşəcəyim. Nəysə, bu maşını. Bundan başqa. Ramil Usubov da Tanisdə başına xına qoyan göt verən. Tanisdə Ramil Usubov. Bu qoca petuğu. Qoca petuğu. Ağzının burnunun qırxımağına baxın. Bakıda qoca petuqları görürsünüz, belə qırxınırlar, bax qoca petuqlar Bakıda. Yəqin ki, bu sifətdə adam ağını elə qırxınmış sifətdə görür. Siz bilirsən petuqlar, siz gedirsiniz. Mədət Quliyevin oğlu şalvarsız fotoları, o da belə fotolarını çəkdi. Burada bir qismini göstərə bilərəm sizə. Deyir, mən geyəm, deyir. Geylikdən də fəxr eləyir Mədət Quliyev. Burada çoxdur, şəkilləri var burada. Buna mayora bax, mayora. Mayora, lülüşə bax, lülüşə. Buna bax, buna. Buna mayora bax, mayora. Saça bax, saça. Saçın qabağından örgüyə bax, örgüyə, zülfünə. Leyla bunu 20-şə. Bu Leylanın 20-şə. Siz, mən qismən maşın sardan bəxtim gətirmədi həyatı boyu. Pis yaxşı, qısa müddətlikdə olsa 0 kilometrə evə qovuşduq. Sonradan banka geçsə də. Qardaş, ailəmizi, hər şeyimizi, həyatımızı 0 kilometrdən qurduq. Amma mən heç vaxtı bu avtomobil sarıdan bəxtim gətirmədi. Mənim avtomobil sarıdan bəxtim gətirmədi. Həmişə, o röya kimi bir neçə spidometri geri fırlanan, Babəkin dövründən qalma maşınları sürürəm. Mənim maşın sarıdan bəxtim gətirmədi. Bu İlham Əliyev sülaləsinin də, qardaş, bu İlham Əliyev, Mehriban Əliyev sülaləsindəki bu qadınların da kişi sarıdan bəxti gətirmədi. Bunların kişi problemi var. Yəni, kişi tapma, kişi seçmə, belə problemi var. Yaxşı kişiləri də vurdurmağa çalışırlar, orada burada öldürürlər də. Yaxşı kişiləri də zindanda çürüdürlər də. Buna bax, Leyla Əliyeva bununla nə qədər əmişdi, bilirsinizmi? Nəhayət, gördü ki, bunun şeyi durmur, əl çəkdi bundan. Çək də elə, buna bax. Saçına bax, qabaqdan örüb nətər tulluyub, saçı belə, görürsün. Allah, Mədət də deyil oğlum var, buna bax, buna, lütfən, Tursikdə buna bax, Tursikdə də. Tursikdə bunun şəklinə bax, saçına bax, zülfünə bax. Mən burada bu oğlana təşəkkür edirəm. Mədət Quliyevin oğlu. Mən sənə xüsusi təşəkkür edirəm. Niyə görə bilirsənmi? Nəyə görə bilirsənmi? Kişi adamsan sən. Əsl kişi adamsan, əsl gey adamsan sən. Belə deyim də, kişi adam, əsl də gey adamsan sən. Vicdan haqqı gey adamsan sən, əsl kişi adamsan sən. Deyəm, niyə? Sən vaxtında bu hökumət getməmiş öz sənətinə qayıtdın, mayor rütbəsini tükələdin, vilayətin götünə soxdun, sənətinə qayıtdın. Nə mutlu bizə olardı ki, hamı öz sənətinə qayıdardı. Məsələn, İlham Əliyev baba sənətinə daşaq qırxmağa, göt qırxmağa qayıdardı, kisəçiliyə qayıdardı. Mədət Quliyev dədəsi kimi mürdəşir olardı, ölü yummaya qayıdardı. Çox mutlu olardıq biz. Amma mən sənə təşəkkür edirəm Mədət Quliyevin oğlu, sən vaxtında öz ata-baba sənətinə qayıtdın. Ona görə Qabil sənə okey deyir, okey.